Bugünkü videomuzda peşəkar mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin və Beynəlxalq Müstəqillik standartlarının tələblərinin pozulması hallarında yaranan məsuliyyət və bunun auditor fəaliyyətinə təsiri barədə danışacağıq. Peşəkar mühasiblərin Beynəlxalq Etika Məcəlləsi mühasiblərin və auditorların peşə fəaliyyətində riayət etməli olduqları etik prinsipləri müəyyən edir. Buraya müstəqillik, tamlıq, obyektivlik, peşəkar səriştə və yetərli diqqət, məxfilik və peşəkar davranış prinsipləri daxildir. Məcəllənin əsas məqsədi auditorun qərarlarının müstəqil və qərəzsiz olmasını təmin etməkdir. Audit yalnız texniki fəaliyyət deyil, o ictimai marağa xidmət edən peşədir. Beynəlxalq müstəqillik standartları peşəkar mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin əsas elementlərindən biri kimi auditor fəaliyyətində şəffaflığın, etibarlılığın və ictimai maraqların qorunmasını təmin edən mühüm normativ çərçivəni təşkil edir. Müstəqillik standartları auditorun qərar vermə prosesinə təsir göstərə biləcək bütün riskləri minimuma endirməyə yönəlib. Auditor həm faktiki, həm də görünüş baxımından müstəqil olmalıdır. Müstəqilliyin pozulması auditdə olan etimadı birbaşa zəiflədir və ən ciddi etik pozuntulardan hesab olunur. Eyni zamanda bu standartlar Etika Məcəlləsində müəyyən edilmiş təməl prinsiplərin tamlıq, obyektivlik, peşəkar səriştə və yetərli diqqət, məxfilik və peşəkar davranış prinsiplərinin praktiki tətbiqini gücləndirir. Pozuntu auditorun etik prinsiplərə əməl etməməsi ilə bağlı hər hansı hərəkət və ya hərəkətsizlikdir. Məsələn, maraqlar toqquşmasının gizlədilməsi. Auditor və ya əməkdaş şəxsi maraqları ilə peşəkar vəzifələri arasında yaranan ziddiyyəti açıqlamadıqda qərarların obyektivliyi şübhə altına düşür. Bu hal nəticələrin qərəzli olmasına və etimadın azalmasına səbəb ola bilər. Sifarişçidən asılı vəziyyətə düşmək. Uzunmüddətli əməkdaşlıq və ya maliyyə bağlılığı auditorun müstəqil qərar verməsinə mənfi təsir göstərə bilər. Belə vəziyyətdə peşəkar mühakimə sifarişçinin gözləntilərinə uyğunlaşmaq riski daşıyır. Məxfi məlumatların açıqlanması. İş prosesində əldə olunan məlumatların icazəsiz paylaşılması həm hüquqi, həm də etik pozuntu hesab olunur. Bu cür hallar təşkilatın nüfuzuna zərər vurur və tərəflər arasında etibarın itirilməsinə gətirib çıxarır. Peşəkar skeptisizmin zəifləməsi. Auditor məlumatları kifayət qədər tənqidi yanaşma ilə qiymətləndirmədikdə mümkün risk və səhvlər diqqətdən kənarda qala bilər. Skeptik yanaşmanın azalması audit keyfiyyətinin aşağı düşməsi ilə nəticələnir. Standartlara formal yanaşma. Tələblərin yalnız sənəd üzərində yerinə yetirilməsi audit prosesinin mahiyyətini zəiflədir. Standartların məqsədi başa düşülmədən tətbiqi real risklərin düzgün qiymətləndirilməsinə mane olur. Bu cür hallar audit nəticələrinin obyektivliyini risk altına qoyur. Məsuliyyət bir neçə səviyyədə formalaşır. Peşəkar məsuliyyəti auditorun reputasiyasına və fəaliyyət imkanlarına təsir edir. İntizam məsuliyyəti, xəbərdarlıq, əlavə təlim və ya intizam tədbirləri tətbiq oluna bilər. Təşkilati məsuliyyət. Auditor şirkətinin daxili nəzarət sisteminə yenidən baxılır. Hüquqi məsuliyyət, qanunvericiliyin pozulması hallarında hüquqi nəticələr yarana bilər. Bu yanaşma etik davranışın yalnız tövsiyə deyil, real öhdəlik olduğunu göstərir. Etik pozuntular auditin keyfiyyətinə ciddi mənfi təsir göstərir. Çünki audit prosesi etik prinsiplər üzərində qurulub. Auditorun müstəqilliyi pozulduqda risklərin düzgün qiymətləndirilməsi zəifləyir və bu auditin planlaşdırılmasına mənfi təsir edir. Obyektivliyin azalması audit sübutlarının düzgün toplanmasına və qiymətləndirilməsinə mane olur. Nəticədə auditor kifayət qədər və etibarlı sübut əldə etmədən qərar verə bilər. Etik problemlər həmçinin peşəkar skeptisizmi azaldır və auditorun məlumatlara tənqidi yanaşmasını zəiflədir. Bu hallar yanlış audit rəyinin formalaşması riskini artırır və istifadəçiləri çaşdıra bilər. Sonda audita olan inam azalır və bu da ümumi iqtisadi münasibətlərdə şəffaflığın zəifləməsinə səbəb olur. Pozuntular əsasən monitorinq və nəzarət mexanizmləri vasitəsilə müəyyən olunur. Etik davranış üzrə monitorinqlər. Müntəzəm monitorinqlər əməkdaşların etik prinsiplərə uyğun fəaliyyət göstərib-göstərmədiyini qiymətləndirməyə imkan yaradır. Bu proses mümkün pozuntuların erkən mərhələdə aşkarlanmasına və profilaktik tədbirlərin görülməsinə kömək edir. Daxili və xarici keyfiyyət yoxlamaları. Daxili yoxlamalar təşkilat daxilində proseslərin standartlara uyğunluğunu qiymətləndirir. Xarici yoxlamalar isə obyektiv və müstəqil baxış təmin edir. Hər iki mexanizm fəaliyyət keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılmasına xidmət edir.
Etik müraciət kanalları. Maraqlı tərəflərin etik narahatlıqları təhlükəsiz şəkildə bildirməsi üçün xüsusi kommunikasiya vasitələri yaradılır. Bu kanallar şəffaflığın artırılmasına və problemlərin vaxtında araşdırılmasına şərait yaradır. Statistik hesabatların təhlili. Toplanmış məlumatların sistemli şəkildə analiz edilməsi fəaliyyət tendensiyalarını və potensial risk sahələrini müəyyən etməyə kömək edir. Təhlilin nəticələri idarəetmə qərarlarının daha əsaslandırılmış şəkildə qəbul edilməsini təmin edir. Müstəqillik bəyanatlarının yoxlanılması. Auditorların təqdim etdiyi müstəqillik bəyanatları mütəmadi olaraq nəzərdən keçirilərək mümkün maraq toqquşmaları qiymətləndirilir. Bu yoxlama peşəkar müstəqilliyin qorunmasına və audit nəticələrinə olan etimadın artırılmasına xidmət edir. Sistemli monitorinq etik riskləri erkən mərhələdə aşkar etməyə imkan verir. Statistik hesabatlar etik pozuntuların təsadüfi deyil, sistemli şəkildə qiymətləndirilməsinə imkan yaradır. Bu hesabatlar vasitəsilə təkrar pozuntular müəyyən edilir, risk səviyyələri ölçülür, görülən tədbirlərin effektivliyi qiymətləndirilir, rəhbərliyə analitik məlumat təqdim olunur. Beləliklə, məsuliyyət prosesi şəffaf və obyektiv əsaslara söykənir. Ən vacib addım etik idarəetmə sisteminin qurulmasıdır. Buraya daxildir mütəmadi etik təlimlər, maraqların toqquşması üzrə elektron bəyanatlar, yenilənmiş nəzarət sorğu vərəqələri, etik risklərin davamlı qiymətləndirilməsi. Bu tədbirlər pozuntuların baş vermə ehtimalını əhəmiyyətli dərəcədə azaldır. Etik məsuliyyət anlayışı yalnız qanunvericiliklə məhdudlaşmır. Çünki qanunlar əsasən minimum davranış standartlarını müəyyən edir. Amma etik normalar daha yüksək və daha geniş tələblər qoyur. Auditor qanuna formal olaraq uyğun davrana bilər. Lakin bu onun qərarının hər zaman düzgün və ədalətli olduğu anlamına gəlmir. Məsələn, auditor müştərinin təqdim etdiyi məlumatları qanuna uyğun şəkildə qəbul edə bilər. Amma əgər bu məlumatların şübhəli olduğunu hiss edib əlavə araşdırma aparmırsa, etik baxımdan məsuliyyətini yerinə yetirməmiş olur. Başqa bir misal olaraq, auditorun qanuni olaraq icazə verilən, amma maraqlar toqquşması yaradan bir əlaqəni davam etdirə bilər və bu da onun obyektivliyini zədələyir. Eyni zamanda bəzi hallarda qanun konkret vəziyyəti əhatə etmir, amma etik prinsiplər auditora necə davranmalı olduğunu göstərir. Məsələn, maliyyə hesabatlarında kiçik, amma istifadəçilər üçün vacib ola biləcək bir məlumatı gizlətmək qanun pozuntusu sayılmaya bilər, lakin etik baxımdan düzgün deyil. Etik məsuliyyət auditorun vicdanlı, dürüst və cəmiyyət qarşısında məsuliyyətli davranmasını tələb edir. Buna görə də auditor yalnız qanuna əməl etməklə kifayətlənməməli, eyni zamanda etik prinsiplərə uyğun qərarlar verməlidir. Müasir audit yanaşması nəzarətdən etibarə keçid prinsipinə əsaslanır. Cəmiyyət auditorlardan yalnız uyğunluq deyil, yüksək etik standartlar gözləyir. Etik prinsiplərə davamlı riayət edilməsi audit peşəsinin nüfuzunu artırır, investor etimadını gücləndirir, şəffaf iqtisadi mühit yaradır, beynəlxalq standartlara uyğunluğu təmin edir. Ən vacibi isə audit fəaliyyətini risklərə reaksiya verən sistemdən etik riskləri əvvəlcədən idarə edən instituta çevirir. Unutmayaq ki, auditdə peşəkarlıq standartlardan başlayır, lakin etibar etik davranışla formalaşır. Bizi izlədiyiniz üçün təşəkkür edirik.